Salam, hər vaxtınız xeyir. Deməli, bugünkü dərsimiz olacaq Windows 11 əməliyyat sistemi. Artıq bilirsiniz ki, aylardır qəbula Windows 11-dən sual düşür. Gəlin başlayaq dərsə. Windows 11 ümumiyyətlə 3 hissədən ibarətdir. Baxın, birinci ekranda gördüyünüz hissə desktop adlanır. Start menüsü, bir də aşağı hissə isə taskbar hesab edilir. Deməli, 3 komponent deyən kimi nəyini götürürsünüz? Desktop, taskbar, bir də start menüsü. Gəlin başlayaq birinci aşağı hissədən, yəni taskbardan. Taskbarda birinci hissə gəlir widgetlər. Baxın, widgetlər nəyə göstərir? Hava haqqında məlumatlar, xəbərlər, gündəlik, yəni nə baş veribsə, bəzən valyuta və s. bunları göstərir. Və widgetləri açmaq üçün klaviaturadan qısa yol Windows üstə gəlsin W hərfi, yəni elə widget sözünün baş hərfi. İkinci gəlir burada start menüsü. Start menüsünü necə aça bilərik? 3 cür açma üsulu var. Birinci elə start menüsü işarəsinə basmaqla, ikinci klaviaturadan Ctrl Escape, üçüncü Windows düyməsi, elə bu qədər. İçinə daxil olanda nələr görürük? Search hissəsi var, proqramları axtarmaq üçün. Comment hissəsi, ümumiyyətlə, ən son hansı fayllara daxil olmuşamsa, onları mənə göstərir. Ümumi proqramların adları qeyd olunur. Baxın, bəzi bizim proqramlarımız var ki, Windows'un standart proqramıdır. Standart proqram odur ki, birbaşa əməliyyat sisteminin özü ilə bir yerdə yüklənmiş. Məsələn, Notepad var. Yeni versiyalarda artıq WordPad-i yığışdırıblar. Notepad'dir, Paint'dir, Snipping Tool'dur. Snipping Tool screenshot'dur. Paint bilirsiniz, sadə qrafik redaktordur. Notepad mətn redaktorudur. Həm kalkulyatordur, saatdır. Ondan sonra başqa Xbox adında bir proqramımız var ki, sonra Microsoft Edge. Windows'un hazır standart brauzeridir. Bunları əzbər şəkildə yadda saxlayın. Brauzerlərdən başqa Google Chrome, Safari, Opera, Mozilla və s. bilirsiniz. Microsoft Edge'i də bilirsiniz. Sadəcə indi də əlavə edin ki, biliyinizin üstünə. Bu Windows'un standart brauzeridir, qəbul sualıdır. Ondan sonra aşağı hissədə user hissəsi var, hansı ki istifadəçi hesablarının idarə edilməsi üçündür. Bu hissə isə baxın nə üçündür? Var log, var sleep, var shutdown, əsas əmrlərimiz bunlardır, bir də restart. Log adı üstə kilitləməkdir. Win ilə də kilitləyə bilərsiniz. Yəni Windows düyməsi ilə L düyməsini bir yerdə basa bilərsiniz. Windows düyməsi hansıdır dostlar? Baxın, burada işarəni görürsünüz bu pəncərə. Bu pəncərə işarəsini klaviaturada hansı düymədə görürsünüz? Baxın, Windows düyməsi hesab edilir. Yəni pəncərə. Log nə deməkdir? Ekranı kilitləmək üçündür. Sleep isə birbaşa kompüteri yuxu rejiminə aparmaq üçündür. Bunlar arasındakı fərqi çox adam bilmir. Baxın, biz ekranı kilitləyəndə arxa planda baş verən bütün proseslər necədirsə elə də davam edir. Heç bir dəyişiklik olmur. Sadəcə siz ekranı kilitləmiş olursunuz və yenidən daxil olmaq üçün gərək siz nə edəsiniz? Kompüterinizin parolunu daxil edəsiniz. Sleepdə isə yenə də proqramlar davam etdiyi yerdən davam edir. Bəs yaxşı fərqi nədir? Həmişə bir nümunə var, onu göstərirəm. Baxın, tutaq ki, bir musiqi yükləyirsiniz. Əgər ekranı lock edib kilitlədirsə, musiqi yenə də yüklənməyə davam edəcək. Əgər sleep rejiminə keçdirsə, sleep nə demək? Yuxu. Yuxu rejimində insan iş görə bilir, icra edə bilir, xeyr. Amma necədirsə elə o vəziyyətdə də qalır. Sleepdə isə musiqi yüklənməsi dayanır. Ekranı açandan sonra təzən aktivləşir. Shutdown hipernet, yəni ümumiyyətlə kompüteri söndürmək üçündür. Bu zaman ümumiyyətlə enerji israfı olmur. Yəni kompüter enerjidən tam ayrılmış olur. Amma log və sleep rejimlərində zaryadka gedir. Yəni enerji gedir təbii ki. Çünki arxa planda proseslər dövr edir, işləyir onun üçün. Restart isə kompüteri yenidən başlatmaq üçündür. Burada update gəlir, müəyyən bir müddət sonra tez-tez kompüterinizdə gəlir, yəni update edək, daha yaxşı işləsin, yeniliklər əlavə edilsin və s. Okey, məncə bu hissələr aydın oldu, çətin işlə yoxdur. Sonra nə var? Burada search hissəsi var. Search axtarmaq deməkdir. Hansı bir proqramı axtarmaq üçündür. Burada məsələn top var, yəni əsas beşlikdə olan, altılıqda olan proqramları bildirir. Ondan sonra quick search, yəni mənim tez-tez axtardığım hissələri burada göstərir. Mən search hissəni aktivləşdirmək üçün klaviaturadan bəzi yollarım var. Var Windows Q-dur, Q hərfi. İngiliscə query sorğuda baxın, sorğu sözünün baş hərfi. Bir də var Windows S, yəni search sözünün baş hərfi.
Deməli, 2 dənə oldu. Windows Q, Windows S. Təkcə Windows-un özü ilə isə Start menüsünü açırdıq. Windows W-la da widgetləri. Burada ikinci gələn hissə adlanır, deməli, Task View. Task View-nu açmaq üçün klaviaturadan Windows Tab-dan istifadə edilir. Windows-dan Tab hardadır? Burada. Yəni, mənim hazırki desktop üzərimdə olan açıq pəncərələri mənə göstərir. Bunun üçündür. Ondan sonra Task View-da baxın, üzərinə vuranda mən yeni buradan desktoplar yarada bilərəm. Plus işarəsini basmam kifayət edir. Silmək üçün isə X-i basmam kifayət edir. Amma bunun klaviaturadan da qısa yolu var. Baxın, yeni desktop yaratmaq üçün Windows Ctrl D-dən istifadə olunur. D nədir burada? Desktop sözünün baş hərfi. Amma yaratdığım desktopu silmək istəyirəmsə Windows Ctrl F4-dən istifadə edilir. Klaviatura qısa yollar mənim Windows-dan bağlı konspektimin içərisində hər biri mövcuddur. Ondan sonra bu aşağı hissədə pinlənmiş və hal-hazırda aktiv olan proqramlar var. Ola bilər qəbulda düşər ki, Windowsda hansı Windows 11 əməliyyat sistemində tasklarda hansı əmrlər, proqramlar olur və s. Bir də Startın kontekst menüsündən danışmaq istəyirəm. Kontekst menü mouse'un sağ düyməsini vuranda açılan pəncərədir. Kontekst menünü açmanın hansı yolları var? Yadda saxlayın, dəfələrlə qəbulda olur. Birinci, mouse'un sağ düyməsi. İkinci, klaviaturada kontekst menüsü düyməsi olur və 4 bucaq kimi işarədir. Üçüncü isə deməli klaviaturadan Shift plus F10 yadda saxlayın. Buradakı baxın, kontekst menü Startın kontekst menüsüdür. Dəfə düşüb qəbula. Deyək, Startın kontekst menüsündə hansı əmr yerləşmir? Bizim sistem qovluqlarımız yerləşmir. Məsələn, Network-dır, Control Panel, Recycle Bin, ZSP'si. Bunlar yerləşmir. Qalan demək olar, bütün əmr və əməliyyatlar burada mövcuddur. Təbii ki, yenə bunların adlarını öyrənməlisiniz. Buradan Task Manager də daxil olmaq olur. Task Manager ayrıca keçəcəm məxsus. Hətta baxın, buradan Shutdown-a da keçmək olur. Çünki elə Shutdown özü nəyin üçün idi? Startın üçün idi. Təbii ki, kontekst menüsündən də bura keçid eləmək olar. Sonra var nələr üstündə? Baxın, hal-hazırda olan aktiv proqramların adları qeyd olunur və əgər proqram aktivdirsə altından belə xətt çəkilmiş olur. Baxın, balaca xəttlər var. Məsələn, Zoom aktivdir, PowerPoint-dir, Brave-dir, baxın aktivdir deyə altından xətt çəkilir. Sonra mən deməli dil seçimini burada görə bilərəm. Və də klaviatura dilini dəyişməyin 2 dənə qaydası var. Birincisi Shift Alt-dır, bunu hamı bilir. Kompüter istifadə edən hər kəs yəni. İkinci yolda Windows'dan Spacebar'ı basmaqla. Bu da olacaq ikinci yol. Bu hissə deməli Quick Setting-dir. Bu birisine oxşur. Belə telefonumuzu yuxarıdan aşağı eləyirik. Açılır bu Bluetooth, Wi-Fi və s. Bu nəyin o hissədir? Səsi artırıb azalda bilərəm, görüntünü, nəmin settingə birbaşa gedə bilərəm. Yəni burada gördüyünüz parametrləri tənzimləyə bilərəm. Zaryadkanın neçə faiz olduğunu da görə bilərəm. Burada məsələn keyboardda klaviatura. Klaviaturanın yəni aşağı hissədə görünüb görünməməsini taskbar settingdən eləyirik. Bunu ayrıca göstərəcəm sizə. Sonra vaxt, tarix, zaman burada qeyd olunur. Bir də burada notification var. Notification nə deməkdir? Bildirişlər. Eyni zamanda kalendar da açılır buradan. Bildiriş varsa bunu da buradan görə bilərəm. Bir də baxın, əgər bir neçə proqram açıqdırsa, buradan yeni bir dənəsini də yaradam. Mən buradan deməli nə edirəm? Bax, birini də açdım. Üst-üstə pəncərələr açıqdır. Baxın, qarışıq bir dənə görüntü yaranır. Mən bunların hamısını eyni zamanda klaviaturaya yığmaq üçün ən axıra gəlirəm. Burada bir düymə var. Baxın, boşluq. O boşluğu basanda hamısı ən alta getmiş olur. Ən alt dediyimdə yəni tasklar üzərinə yığılmış olur. Bunu klaviaturadan Windows D ilə də eləyə bilərəm. Baxın, Windowsda D-ni bastıram, indi hamısı gəldi. Məsələn, bir də Windows D-ni bastıram, hamısı aşağı yığılmış olur. Sual kimi necə düşə bilər? Deyək ki, açıq pəncərələrin hər birinin eyni zamanda
tasklara yığılması için hansı klaviatura kombinasiyası istifadə edilir? Windows değil. Yani bunları da biraz buradan silək. Save eləyək. Yaxşı, başqa taskbar üzərində bir də taskbarın kontekst menüsü. Taskbarın kontekst menüsündə iki dənə əmr var. Birinci gəlir Task Manager. Task Manager deməli arxa planda proqramların necə işlədiyini göstərən bir tətbiqdir. Proqramda, yəni Windows-un özündə bir yerdə yüklənmiş olur. Task Manager-i həm Startın kontekst menüsünün, həm taskbarın kontekst menüsündən açma olur. Bundan əlavə klaviaturada Ctrl Shift Escape ilə bir də Ctrl Alt Delete ilə də aça bilərəm. Burada performansları neçə faiz işlədiyini və s. göstərir. Bundan əlavə burada performansı yerinə girərəm. Prosesorumun, yaddaşın, qrafik kartın, Wi-Fi-ın və xarici yaddaşım, yəni diskimin neçə faiz, neçə sürətlə işlədiyini görə bilərəm. Məsələn, burada mən prosesora girirəm. Məsələn, prosesorun adını, markasını görürəm. Hal-hazırdakı sürətini, ümumi əsas sürətini. Turbo dəstəklədiyi üçün ona görə 1,3-dən daha yüksək göstərir. Baxın, 1,6-ya qədər, 69-a qədər çıxdı. Keş yaddaşının tutumunu görə bilərəm mən. Keş yaddaşı keçmişikdə biz birinci dərsimizdə daxili yaddaş qurulsudur. Kiçik həcmlidir, amma ən kiçik deyil, ən kiçik registr idi və RAM-a müraciəti sürətləndirilmək üçün idi. Özə dərs keçəndə demişdim ki, əslində 3 səviyyəsi var. Sadəcə deyim 2 səviyyə qeyd edir. Baxın 3 səviyyədir. Layer 1, Layer 2, Layer 3. Memory yazılan hissə bizim daxili yaddaş qurulumuzdur, yəni RAM-ı bildirir. Mesela 8 RAM'dır mənim kompüterim, onu bildirir. DDR4 isə bunun slotunu bildirir. Task Manager'da bildik, yine taskbar setting'e nəzər salaq. Hər xırda detalına ehtiyac yoxdur. Burada nələr var? Birinci gəlir taskbar üzərindəki obyektlərin görünüb görünməməsi. Deyirəm task view görünsün görünməsin, widget görünsün görünməsin. Bəs yaxşı, buradan resume nəyi bildirir? Baxın, resume onu bildirir ki, mən hansı bir proqramda işləyirəm. Kompüteri söndürəndən sonra həmin proqram yenidən açılsın, yoxsa açılmasın. Onu düşünürəm. Ondan sonra buna gəlin. Balacalaşdırdım. Sonra emojilərlə bağlı hazır karandaş qələmin qoşulması üçündür bu. Bəzi qələmlər, məsələn, mənim digitalizm qələmim bu dəstəkləmir. Deyirəm ki, klaviatura görünsün, görünməsin, həmişə görünsün, ümumiyyətlə görünməsin, ehtiyac olanda görünsün, yəni bunun üçündür. Başqa search də bizim axtarış qutumuzdur. Deyirəm bu qutu şəklində görünsün, label şəklində görünsün, yoxsa ümumiyyətlə hide, yəni görünməsinmi? Seçimlər müxtəlifdir. Sonra buradan məsələn behavior'a girərəm. Ümumiyyətlə bir dəfə qəbula da düşür. Deyirsən ya aprel deyil də, yox, aprel neymiş? Fevral qəbuluna düşmüşdü belə bir sual ya da yanvar. Baxın, bizim start menümüz taskbarın default olaraq Windows 11-də mərkəzinə yerləşir. Amma mən bunu istəsəm sol tərəfə də çəkə bilirəm. Baxın, sol tərəfdə də oldu. Çox adam elə bilir ki, ancaq mərkəzdə olur. Xeyr, bu ortaya da gələ bilir. Haradaydı? Behavior'da idi də. Buna left demeye yine center deyil, mərkəzə gəlsin. Baxın, bu şəkildə. Vaxt tarixdə notification hissələrinin ayarlarının tənzimlənməsində buradan reallaşdıra bilərik. Ümumiyyətlə, kompüterimin ayarlar hissəsinə girmək üçün mən klaviaturadan Windows'dan iğni basıram. Məni birbaşa ayarlara aparır. Ayarlar biz deyirik, Azərbaycan dilində elə ayarlar gedir də, səhv eləmirəmsə. Settingə yəni. Kontekst menüsündən da danışdıq. Bir də File Explorer-ə gəlin nəzər salaq. File Explorer Windows'un yenə standart proqramıdır, utilitdir. Fayllarla və qovluqlarla işləmək üçün nəzərdə tutulur. Deməli, hansı hissələrdən ibarətdir? Home var burada, desktop olan hissə var, ayrıca this PC var. Əsasən bu 3 hissəyə bölünür. Burada təkcə desktop deyil, downloaddur və s. bunlar görünür. Yəni pinlənib. İstəsəm burada pinləni də çıxarda bilərəm. Məsələn, burada picture, dokument içərisindən gedək. Burada
Hal-hazırda neçə obyektin olduğunu tapmaq üçün, baxın, sağ aşağı, sol aşağı küncə gəlməyim kifayətdir. 142. Düşə bilər qəbul. Bu isə screenshot eləyər. Deyər ki, hal-hazırda dokument, e, deməli, dokument olan hissədə neçə obyekt var? Cavab olacaq 142. Tələbə çox zaman nə edir? Çaşıb burada gördüklərini sayır. Xeyr, buradadır ilkin nəticə. Burada hansı əmrlər var? Mən ümumiyyətlə qonşu olan obyektləri seçmək üçün, məsələn, bir dənəsini seçdim, Shift düyməsinə basıram. Shift düyməsi qonşuları seçir. Qonşu Shift, Ş hərfləri ilə. Amma qonşu olmayan obyektləri seçmək üçün, baxın, mən Ctrl düyməsinə basıb saxlayıram. Oradan buradan seçirəm. Bilən neçə dənə istəyirsəm o qədər. Sonra burada görünüş var. Ümumiyyətlə 8 dənə görünüş rejimi var. Hansılardır? Extra large. Birinci bunu tam ekran eləyək. Biraz aşağı keçirdək. Extra large adı üstündə obyektləri çox böyük ölçüdə eləyəcək. Baxın. Obyektlərin həm piktogramları, həm də sadəcə adları qeyd olunacaq. Large'dır, medium, small'dur. Bunu nisbətən hər dəfə minimallaşdıracaq. List var, birbaşa bunu siyahlı şəklində bizə təqdim edəcək sütunvari. Faylın həm adı, genişlənməsi, piktogramı düzülür. Bizim əsas belə istifadə etdiyimiz detaildir. Detaildə deməli 4 hissəyə bölünür. Adı, dəyişiklik tarixi, tipi bir də ölçüsü. Deyir məsələn, deyir ki, faylların görünüş rejimində, yəni detaildə hansı filtrlər olur? Adı, dəyişiklik tarifi, ölçüsü, bir də tipi. Tələbə elə bilir ki, bu yaranma tarifi. Xeyr, dəyişiklik tarifidir. Sonra nə var burada? Tile görünüş rejimi var. Tile'da daha geniş olur. Yine burada sütunvari şəkildə olsa da əlavə olaraq faylın hansı proqram tərəfindən yaradıldığı, eyni zamanda onların həcmi də qeyd olunur. Baxın, həcmi də. Sonra content var, qəbula da düşür. Contenti cədvəllə yadda saxla. Content cədvəl. İkisi də C ilə başlayır. Sadəcə tələffüzdə qalır. Baxın, content C ilə, cədvəl. Niyə görə bunu cədvəllə yadda saxlayır? Çünki baxın, cədvəl var, struktur. Baxın, xəttlər var. Nəyə oxşayır bu cədvələ? Bu şəkildə. Sonra burada bizim keçək detaylı. Çünki mən həmişə detaylı istifadə edirəm. Detail pane oldu ki, hansısa bir failin üzərinə girdiniz. Düzdür. Buradan detail pane deyəndə həmin fayl haqqında bəzi məlumatlar görürsünüz. Nə tipi, ölçüsü, nə uzantısı nədir, nə vaxt yaranıb, nə vaxt dəyişir, ya da saxlanıb və s. bunu görürsünüz. Dəfədə üzərinə vuranda deaktiv olur. Sonra preview pane var. Preview ön görüş deməkdir. Ön görüş nə deməkdir? İçini açmadan failin içini görmək üçündür. Baxın bu şəkildə. Bu hissədən başqa danışacaq biz nələrdən? Navigation pane bizim sol tərəfdə görünən hissədir. Bu hissənin görünüb görünməməsi üçündür. Sonra, ümumiyyətlə, compact view daha sıx şəkildə bir-birini yığacaq. Bunlara ehtiyac yoxdur. Sonra bunun içərisində var. Deyirəm, fayl genişlənmələri, görünsün, görünməsin, obyekt ümumiyyətlə gizlənsin, gizlənməsin, checkboxlar olsun. Baxın, checkboxlar. Bu şəkildə olmasını da buradan eləyə bilərəm. Olmasına ehtiyac yoxdur. Sonra burada 3 nöqtə olan hissə var. Bu 3 nöqtə olan hissə nə üçündür? Baxın, burada sonuncu əməliyyatı ləğv eləyə bilərəm. Ctrl-Z-in yolu var. Arxa fayılına çevirə bilərəm. Favorilərə əlavə eləyə bilərəm. Faylın yolunu kopyalaya bilərəm. Select all deyib bütün faylları seçərəm. Select none deyib bütün seçilmişləri ləğv eləyərəm. Invert selection seçilməmişlərin yerini dəyişmək üçündür. Yaxşı, bu mənə praktikada nə zaman lazım olur? Məsələn, sizin 100 dənə faylınız var. 100 dənə fayldır. Bu 100 fayldan siz 91 dənəsini seçməlisiniz. Amma o 91 dənə ardıcıl yerləşmir də, oradan buradan yerləşir. Bunu necə eləyərsiniz? Baxın, hazır sizə lazım olmayan 9 dənə fayl var da, düzdür. Mən kontrolla, baxın, kontrol basıb saxladım. 9 dənə seçirəm. 1, 2, 3, 4,
Yəni 5, 6, 7, 8, bir də 9. 9 dənəni seçdim. Hansı ki bunlar mənə lazım olmayanlardır. Bunu təzədən 91-in seçilməsi üçün gələrəm buradan invert selection edərəm. Nə oldu? Yeri dəyişmiş oldu. Buna aid məsələ də düşür. Məsələn, deyir ki, fayl olan hissədə 15 dənə fayl var. Deyir 15 kontrol düyməsinə basıb saxlanılaraq 15 fayldan 6 dənəsi seçildi. Deyir, əgər sonra invert selection əmri tətbiq olunarsa neçəsi seçilmiş olur? Təbii ki 9 dənəsi. 15-dən çıxaram 6-nı, o da eləyər 9. Xüsusiyyətlər bir də option hissəyə də girə bilərsə, amma ehtiyac yoxdur ona. Sonra bu hissədən həmçinin mən faylın adını dəyişə bilərəm, zibil qutusuna dəyişə bilərəm, faylımı kopyalaya bilərəm, kəsə bilərəm. Baxın, kopyalamaq Ctrl-C, kəsmək Ctrl-X. Adını dəyişmək burada rename əmridir. Faylın adını dəyişmək üçün F2 düyməsindən də istifadə olunur. Deməli, F1 kömək pəncərəsini açır. Bunu ilkin yardım kimi yadda saxlayın. F1 kömək açır. F2 bunu həmişə ikinci ad, ləvət kimi yadda saxlayın. Ad dəyişməkdir. F2. F3 File Explorer'də baxın, search, yəni ünvan paneli, axtarış panelini aktivləşdirir. Sonra F4 düyməsi isə ünvan panelini aktivləşdirir. Baxın, ünvan paneli bu hissədir. Bu hissə. Bura bir dəfə bir test üçün bura C disk yazmışam. Əgər baxın, qəbul sualdır. Ünvan panelinə C qoşu nöqtə / yazmışamsa, bu məni hara aparacaq? Birbaşa C diskinin içərisini. Təxmin etmək məncə o qədər də çətin deyildi. Office proqramlarında mən həm kopyaladığımı, həm də kəsdiyimi dəfələrlə yapışdıra bilirdim. Mübadilə buferində olduğu müddətçə. Və məsələn, Word-də mübadilə buferində maksimum 24 dənə fraqment saxlanılırdı. Word sözündə də 4 hərf var, 4, 24 elə yadda saxlayın. Amma burada maksimum 25 fraqment saxlaya bilərəm. Artıq 26-cı fraqment əlavə edəndə birinci silinmiş olur. Və mübadilə buferini açmaq üçün klaviaturadan Windows'dan V-ni basıram. Baxın, Windows clipboardda olanları bildirir. Həmçinin buradan emoji, gif və s. də əlavə edə bilərəm bu açılan hissədən. Windows V. Düşə bilər qəbula, niyə də düşməsin. Bir var hansısa bir faylı silmək, delete. Delete ilə siz nəyisə siləndə, baxın, bu recycle binə düşür, zibil qutusuna. Amma Shift plus delete ilə siləndə o recycle binə düşmədən silinir. Bu da nəzərinizdə olsun, düşə bilər. Ondan sonra biz bayaq 8 dənə görünüş rejimi dedik. Görünüş rejimlərini çox yaxşı şəkildə öyrənin. Konspektin sonunda, axırda, cədvəldə hər bir obyektə aid olan görünüş rejimlərini qeyd eləmişəm. Deyə bilər ki, hansı görünüş rejimi File Explorer'də vəziyyət sətrində var? Deməli, large-dan detail həmçinin vəziyyət sətrində də mövcuddur. Large detail. Ondan sonra mən burada new əmri var. Burada new əmri ilə mən shortcut yarada bilərəm. Hansısa bir fayl, hansısa bir proqrama aid fayl yarada bilərəm. Bir də ki, qovluq yarada bilərəm. Baxın, yeni qovluq yaratmanın hansı yolları var? Yeni qovluq yaratmaq üçün deməli, Ctrl-Shift-N-dən də istifadə olunur. Ctrl-Shift-N. Təkcə Ctrl-N yeni pəncərə açır. Browserdə, ümumiyyətlə, Office proqramlarına yeni pəncərə açmaq üçün, yəni yeni fayl yaratmaq üçün. Amma qovluq deyilsə Ctrl-Shift-N. Ondan sonra yeni qovluq yaratmaq üçün mən desktopun kontekst menusundan da istifadə edə bilərəm. Gəlin desktopun kontekst menusundan danışaq. Deməli, mouse'un sağ düyməsinə vurdum, açıldı desktopun kontekst menusu. Hansı əmrlər var? Əzbər şəkildə. View'dur, sort by'dır, refresh'dir. Ondan sonra paste burada solğundur. Niyə görə? Çünki mənim mübadilə buferim boşdur. Mən təzəlicə nəysə kopyalıb kəsməmişəm deyə boşdur. Ləğv eləmək üçündür. Ondan sonra yeni, burada terminala apar, mənə ehtiyac yoxdur bu. CMD kodların icrası üçündür. New əmri vasitəsilə mən buradan da baxın, eyni new'nun içərisini açdı bayaq File Explorer'də olan kimi. Yeni qovluq, shortcut və s. yarada bilirəm. Gəlin başlayaq elə view'nun içindən. Desktopda hansı görünüş rejimləri var?
Deməli, large-dır, medium-dur, small-dur. 3 dənə. Large-a qoysam nə olar? Adı üstündə, heç nə. Piktoqramlar böyüyəcək sadəcə. Ondan sonra medium-a qoysam orta olacaq. Adı nədir? Small-da isə daha balaca şəkildə qeyd olunacaq. Sonra auto-arrange iconundakı iconların avtomatik düzülməsi üçündür. Məsələn, mən istəyirəmsə bunu bu tərəfə aparıb olmayacaq bu. Hara gəlmişdi, bura düşdü. Çünki avtomatik eləmişəm ki, sol tərəfdə bunlar düzənli şəkildə düzülsün. Bu onu bildirir. Ondan sonra tor xətlərinə əsasən düzülməsi varsa, bu da yerləşir view-nun içində. Yəni, tor xəttinə görə düzülmə nə deməkdir? Daha səliqəli, düzənli şəkildə olmasını bildirir. Qeyd elə tor xətti deməkdir. Show desktop icon varsa, bu desktop üzərindəki iconların görünüb görünməməsi üçün. Məsələn, bunu ləğv eləsəm, baxın, bütün iconlar getdi. Ola bilər, bəlkə də hansısa işdə və s. belə bir hal yaşanıb. O dəqiqə əksər insan təşvişə düşür ki, gör ki, heç bir proqram qalmadı. Bunun üçün nə etmək lazımdır? Show desktop eləməyiniz təzədən kifayət eləyir. Başqa nələr var? Burada var sort by. Sort nə isə sıralamaq deməkdir, deyiləm. Biz deməli piktoqramları nəyə görə sıralaya bilərik? Adına, ölçüsünə, tipinə və dəyişiklik tarixinə. Bayaq File Explorer'də baxın, detail görünüş rejimində var idi. Baxın, eyni onlardır. Yəni, eyni kateqoriyalardır filtrlərdə. Ad, ölçü, tip, dəyişiklik tarixi. Refresh yeniləməkdir. F5 düyməsilə olur. Bayaq dediyimi təkrarlayıram. F1 kömək, F2 ad dəyişmə, F3 axtarış panel, F4 ünvan panel, F5 refresh, biraz qafiyəsi uyğun gəlir. F5 refresh. New'dan danışdıq. Display setting birbaşa ekran parametrləridir. Məsələn, ekranın parlaqlığı, gecə rejimi, rəng effekti, scale, ümumiyyətlə, ekran neçə faizində yerləşməyini ölçü şəklində bizə verər. Həmişə rekomend olanı seçin ki, daha yaxşı görüntü olsun. Orientasiyası var. Əzbərləyə bilərsəm, ehtiyac yoxdur. Cəmi 2 dənədir. Landscape ilə portrait. Sonra multiple display əsasən monitora və s. qoşulan zaman istifadə olunur. Eyni zamanda bunlar. Yəni, bunlara ehtiyac yoxdur. Sonra var burada personalize. Personalize nə deməkdir? İngiliscə şəxsiləşdirmə. Yəni, kompüterimizin görünüşünü zövqümüzcə düzənləmək üçün bundan istifadə edə bilərik. Hansılarda birinci backgrounddır, arxa fon rəngini dəyişmək üçündür. Rəng deyəndə şəklini dəyişmək üçündür. Məsələn, burada mən browse photoya girərəm. Burada çoxlu şəkillər var. Birini seçib əlavə edə bilərəm. Eyni zamanda seçdiyim şəklin adı nədir? Hansı yerləşdirmə rejimləri var? İmtahana necə düşür? Ekranın fon şəklini yerləşdirmə rejimləri. 6 dənədir. Əzbər, fill, fit, stretch, tile, center, span. Nə işə yaradığına ehtiyac yoxdur. Fill tam ekran verir, stretch sıxılmış şəkildə, fit daha da sıx şəkildə verir, tile kiçik hissələrə bölür. Span bir neçə monitorda işləmək üçün olan bir rejimdir. Center'da mərkəzdən verir şəkli. Ehtiyac yoxdur, adlarını bilin bəsdir. Kontrastını dəyişə bilərsiniz, yəni rəng effektini bu formada. Eyni zamanda siz baxın, background dedik, rəng, temalar dəyişə bilərsiniz, kilit ekranının şəklini dəyişə bilərsiniz. Tasklarda bəzi görünüşlə bağlı parametrlərdir. Baxın, elə hara apardı mən? Taskbar settingi apardı. Bu belə. Bir də ki, baxın, Windows 11-in yeni xüsusiyyətlərindən biri odur ki, siz burada Restore düyməsindən girəndən sonra, daha doğrusu Maximize düyməsindən girəndən sonra burada belə bir pəncərə açılır. Bu adlanır Snap Layout. Snap Layout. Bu qruplaşdırılan hissələr isə ayrı-ayrılıqda Snap Groups hesablanır. Qəbula da düşüb Mart ayında. Onun üçün əzbərləyib bunu. Snap Layout, Snap Group. Desək ki, Snap Layout nədir? Ekranı səliqəli şəkildə bir neçə pəncərəyə ayırmaq üçündür. Bu arada məsələn, bütün açıq pəncərələri 2D formatında göstərmək üçün
E, Deməli, alt tabdan istifadə olunur. Altla tabı bir yerdə basırsınız, aktiv pəncərələr arasında keçid edə bilərsiniz. Alt tab. Sonra danışaq biz shortcut yaratmaqdan. Shortcut yaxşı nədir? Shortcut hansısa bir fayla gedən yoldur. Shortcut'ı siz bir dənə link şəklində düşünə bilərsiniz. Linkə basan nə olur? Bizi həmin fayla aparmış olur. O link istəyəndə fayl silinmiş olur, əlbəttə yox. Sadəcə ona keçiddir. Link, əlaqə. Shortcut fayllarının belə fayl genişlənməsi LNK olur. Link sözünün qısaldılmışı LNK. Yaxşı. Gələk shortcut yaratmanın yollarına. Birincisi, File Explorer'dən Letki New'nun içinə. Bu bir yol. Ondan sonra buradan new əmri vasitəsilə ikinci yol. Shortcut. Ama burada hansı failin shortcut'ını yaradacağımsa onu ayrıca seçirəm özüm. Bunu dedik. Sonra failin üzerine gəlirik. Buradan deməli, həmişə Show More option'ı daha səliqəli görünsün. Buradan birbaşa Create Shortcut yarada bilərəm. Bu üçüncü yol. Ondan sonra üçüncü yol oldu da 1, 2, 3 və dördüncü yol deməli Send To'ya gələrəm. Baxın. Buradan Create Shortcut var. Desktop üzərində shortcut yarat. Dördüncü yol, daha doğrusu üçüncü yol. Düzəlmə ya dördüncü yolda. Create Shortcut 3 oldu, bu dördüncü yol oldu. Ondan sonra faili kopyalayaram. Mouse'un sağ düyməsini vuraram. Desktop'un kontekst menüsü açılır. Buradan baxın, Paste Shortcut var. Paste Shortcut. İstəyək bunu. Ekranı daha səliqəli olsun. Aha. Sonra başka bir yolu, indicə klaviaturada. Klaviaturada da alt düyməsi ilə yaradılır. Alt düyməsini tutup sürüşdürməklə. Baxın. Baxın, shortcut yaranın altına da yazın. Ondan sonra bir dənə də kopyalamaq dedik. Baxın, biz kopyaladığımızın shortcut'ını yarada bilirik. Ama kəsdiyim, yəni kat elədiyimin shortcut'ını yarada bilmərəm. Bu mümkün deyil. Ondan sonra bir dənə də yol var. Klaviaturadan Ctrl-la Shift-i bir yerdə basıb sürüşdürməklə. Bu desin 7-ci oldu. Ən axırıncı isə mouse'un sağ düyməsi ilə sürüşdürərəm və açılan pəncərədən Create Shortcut Here var, onu basarım. Sürüşdürdüm. Create Shortcut Here deyə bura shortcut əlavə edir. Ümumiyyətlə desktop üzərində olan ikonlarını oradan buradan seçmək üçün də siz yenə də adı nədir? Ctrl düyməsini basıb saxlayıb seçə bilərsiniz bir neçəsini. İndi danışaq biz sistem qovluqlarına. Faillə qovluğu keçim ona sonra. Yaxşı, gəlin faillə qovluq arasındakı fərqi seçək. Baxın, burada bu məsələn Moy Statue yazıb. Bu nədir? Bu mənim qovluğumdur, düzdür? Bu qovluqdur. Bunlar isə faillardır. Faillar harda yerləşir? Qovluğun içində. Gördüğünüz burada şəkil fragmentlərinin özü də əslində bir nədir? Faildir. Baxın, əgər ad və genişlənmə varsa, bu fail hesab edilir. Biz failin içində qovluq saxlaya bilmərik. Faillar qovluqda saxlanılır. Qovluq nədir? Bildiyimiz papkadır. Necə yaratdıq? Ctrl-Shift-N. Adını dəyişmək üçün də F2 düyməsindən. Nəysə sürüşdürüb içinə atırıq. Bu drag and drop texnologiyası adlanır, yadda saxlayın. Sonra indi failin və qovluğun kontekst menüsünə gəlin danışaq. Failin kontekst menüsündə olub, qovluğun kontekst menüsündə olmayan 5 dənə əmrimiz var. Open, print, edit, new, daha doğrusu open with, print, edit, new, bir də share, 5 dənədir. Gəlin bunları ayrıca yazın. Deməli, faildə olub, qovluqda olmayan. Bunun belə bir qəşəng açarımız var.
Open with, print, edit, bir de new. Baxın, bunları biz ancaq bir də share var əlavə olaraq. Bu əmrlər sadəcə faylın kontekst menüsündə var. Qovluğun kontekst menüsündə yoxdur. Tələbələr həmişə bunu open sözlə yadda saxlayırlar, plus da share əlavə edirlər. Bəs yaxşı, buradan bir dənə xətt ayıraq. Gəlin, rəngi də dəyişək, eləyək yaxşı. Yaxşıdır. İndi qovluqda olur. Faylda olmayan. Hansılardır bu? Baxın, gəlin yazaq. Pin to start. Pinləməklə bağlı onlar. Pin to quick access. Bu axırdakı K hərfidir. Bir də including library. Baxın, 3 dənə bu ancaq qovluqda var. 5 dənə bu isə ancaq faylda var. Qəti şəkildə yaddan çıxartmayın. Hələ bunu bağlamaq çünki lazım olacaq. Bir də məsələn, paste əmri var, paste. Yapışdırmaq, Ctrl V. Bu nə faylı, nə də qovluğun kontekst menüsündə var. Heç birisində yoxdur. Eyni zamanda, məsələn, başqa əmrlər var, Məsələn, adını dəyişməkdir, silməkdir, shortcut'ın yaratmaq, kopyalamaq, kəsmək, properties, bunlar hər ikisində var. Bir də bizim var sistem qovluqlarımız. Sistem qovluqlarımız hansılardır? Network, control panel, yadda saxlayın, recycle bin, this PC, bir də library var. Library bizim deməli, baxın aşağıda yerləşir. Bu bizim yeganə sistem qovluğumuzdur ki, bu ancaq File Explorer içərisində var. Sonra dokumentlərə buradan da keçirib girə bilərəm mən. Bağlı edə bilərəm içərisində. Bu isə içini açmaq deməkdir. Yaxşı. Library-nin içində nələr var? 4 dənə əmr var. Deməli, video var, picture, audio, document. Audio, video, picture, document. Audio, video, picture, document. Əzbər-əzbər deyin, yaxşı yadda qalacaq. Yaxşı, indi danışıq digərlərindən. Ümumiyyətlə, mən həmin bu sistem qovluqlarının adlarını da dəyişə bilirəm bəzilərində. O hissəyə toxunacaq. Və də bunlar sistem qovluqlardır, amma mənim Ctrl-Shift-N-lə yaratdıqlarım isə istifadəçi qovluqları hesab edilir. Bunlar sistemlər. Gələrəm personalizing içərisinə. Burada deməli tema hissəsinə girərəm. Bu niyə açılmadı? Buradan temanın içərisinə girərəm, indi açıldı. Buradan mən gəlir desktop icon setting. Desktop, baxın, üzərindəki obyektlərin istəyirəm görünsün, görünməsin, hansı. Burada iconları dəyişməklə bağlı da parametrləri var. Gəlin, çünki deyə bilər ki, desktop üzərində olan iconların dəyişməsi hardandır? Personalized temanın içində. Mən Control panel qovluğunun nə adını dəyişə bilirəm, nə də piktogramını. Baxın, kontekst menüsünü açanda bir shortcut'ını yaratma olur, bir də silmək olur. Siləndə təbii ki, bu ümumiyyətlə silinmir. Sadəcə ekrandan silinmiş olur. Control panelin içinə daxil olanda bütün sistem parametrlərini tənzimləmək üçündür. Məsələn, təhlükəsizliklə bağlı yeni istifadəçinin yaradılması, vaxt, tarix, görünüşdür. Yəni, səslə bağlı, proqramlarla bağlı olan fayl. Yəni, bütün parametrləri buradan tənzimləyə bilirəm. Control panelin içərisinə 3 dənə görünüş rejimi var. Kateqori, large icon, bir də small icon qəbula düşüb, yenə də düşə bilər. 3 dənə bunlar. Bunların başlıqları da düşə bilər. Verər, məsələn, seçim sualı kimi. Deyər ki, hansılar yerləşir kontrol paneldə bu şəkildə.
Deməli, kontrolu nə adını, nə də piktoqramını dəyişmək olmur. Özü cəmaatı idarə edir. Yəni, sən onu necə idarə edəsən? Heç cürə mümkün deyil. Elə düşdün. Recycle bin sivil qutusudur. Adı üstünə. Bununla həm adını dəyişə bilərsiniz, həm piktoqramını dəyişə bilərsiniz, hər bir şey. Məsələn, mən bunun içindəkilərin hamısını silə də bilirəm. Empty recycle bin deyərəm. Deyir ki, silməyə əminsən, deyirəm əminəm, yes. İndi silindi. O balaca pəncərə çıxdı. Baxın, açılan o balaca pəncərə dialoq pəncərəsidir. Ümumiyyətlə Windowsda hansı pəncərələr var? Deməli var dialoq pəncərəsi. Dialoq pəncərəsi yeganə pəncərədir ki, mən onun adı nədir? Ölçüsünü dəyişdirə bilmirəm. Məsələn, mən burada X-i bastım. Belə pəncərə çıxdı, düzdür? Bu nədir? Dialoq pəncərəsidir. Hal-hazırda mən PowerPoint deyəmsə, bu pəncərə olacaq tətbiqi proqram. Hansısa bir sistem proqramını deyəmsə, olacaq sistem proqram təminatı pəncərəsi. Əgər kömək pəncərəsini açmışamsa, olacaq nə? Kömək pəncərəsi də bəli, adı üstündə. Sonra burada keçirik bir dənə F5-dən. Network-dən danışmalıq. Recycle binin dedik adım piktoqramını dəyişmək olur. This PC məni birbaşa diskin içərisinə aparır. Məsələn, bu hissəni screenshot edib imtahana da sala bilir. Məsələn, bu nə deməkdir? Deyir ki, 318 GB free of 475. Deyir, sənin ümumi 475 GB yaddaşın var. Free nə deməkdir? Boş deməkdir. Deyir, o 318-də boşdur. Bu hissəni screenshot edər, soruşar ki, nə qədər istifadə olunur. Təbii ki, ümumidən boşa çıxanda istifadə olunmuşu taparam. Cavab deyilər hardasa 157 bu formada. Sonra this PC-nin də həm adını, həm piktoqramını dəyişmək olur. Sonra network kolu var. Şəbəkə parametrləri üçündür. Yəqin ki, boş göstərəcək bunun. Bunun adını dəyişə bilmərsiniz. Network-ın adını dəyişib başqa nə qoyacaqsınız ki? Heç nə. Amma piktoqramını dəyişmək olur. Bir də user qovluğu var. Məsələn, burada Alsuba başlayır. Bu user qovluğudur. Mənim üçün, yəni mən bütün fayllarım və s. burada mövcuddur. Dərslə bağlı deməli əsas parametrləri baxın. Taskbardan danışdıq. Start menyusundan, görünüş rejimlərindən, personalizin içindən, ayarlardan. Bu arada File Explorer daxil olmaq üçün Windows Y-dən də istifadə olunur. Windows Y-dən. Kopyalamaqla kəsməyin fərqini bilirsiniz. Kopyalayanda obyekt olduğu yerdə qalır, nüsxəsi başqa yerə köçürülmüş olur. Kəsəndə isə obyekt ümumiyyətlə yerini dəyişmiş olur. Ctrl-X, yəni kəsirsiniz də ümumiyyətlə. Belə, əsas parametrlər elə bunlar idi. Sistem tətbiqi proqram pəncərələrində bildiniz, dialoq pəncərəsində bildiniz. Bir də bir dəfə qəbul elə düşmüşdü ki, deyir ki, hansı Windows'un pəncərəsi deyil. Windows'un pəncərəsi olmayanlar hansılardır? Atribut idi cavab. Elə bizim kursun adı. Atribut olmaz. Atribut halında belə bir pəncərəmiz yoxdur. Sürüşdürüb atmağı dedik, drag and drop texnologiyasının tətbiqidir. Deməli, Windows dərsimiz də bu qədər. Dərslə bağlı nəsə sual olsa, dərsdə kim istəsə verə bilər. Oldu. Sağ olun.